artıq sizinlə biz təkrardayıq və təkrarda olarkən terminlərin təsviri mövzusu haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə, terminlərin təsviri mövzusunda nəyi ən vacib, önəmli şəkildə bilim, nələrə diqqət yetirim deyirsən? Deyirəm ki, öncəliklə bil ki, termin olaraq bir ümumi təlim nəticəsi anlayışı var. Ümumi təlim nəticəsi. Ümumi təlim nəticəsi nədir? Mənimsənilməsi nəzərdə tutulan təlim nəticələrinin əvvəlcədən müəyyən olunan bir səviyyəsidir. Yəni sən, loru dildə deyəcəm, dərsivi keçəndə əvvəlcədən özün üçün müəyyən edirsən ki, görüm nəyi keçirəm, nəyi bilirəm, nəyi bilmirəm. Axşamınız xeyir olsun. Bax, bu da təlim nəticəsini özündə əks etdirir. Və bu ümumi təlim nəticələri özünü göstərir. Təhsil səviyyəsi üzrə təlim nəticəsində, məzmun xətti üzrə təlim nəticəsində, sinfin sonu üçün təlim nəticəsində və dərsin sonu üçün təlim nəticəsi. İndi gəl görək, bu təlim nəticələri deyəndə nə nəzərdə tutulur? Ümumiyyətlə, ümumi təlim nəticəsi nədir? Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin əvvəlcədən müəyyən olunan bir səviyyəsi və qarşıma bu tərif çıxsa, bil ki, bu təlim nəticəsinin tərifidir. Və bu təlim nəticələri də təhsil səviyyəsi üzrə təlim nəticəsində ehtiva edir. Məzmun xətti üzrə, sinfin sonu üçün və dərsin sonu üçün. Təhsil səviyyəsi nədir? Bir neçə ili əhatə edir. Məsələn, ibtidai təhsil səviyyəsi deyirəm, daha sonra ümumi orta təhsil səviyyəsi üzrə deyirəm, tam orta təhsil səviyyəsi üzrə deyirəm. Yəni 9 illik, salam, xoş gördük. 9 illik, 11 illik, ibtidai. Bax, bu nədir? Təhsil səviyyəsi üzrə təlim nəticəsidir. Və diqqətli olun ki, bu təhsil səviyyəsi üzrə təlim nəticəsi deyəndə, bir dəqiqə digər qrupa link atmamışam, unutmuşam. Atmışam da buradadır. Noyabr qrupunu deyirsin mənim? Atmışam, hə. Hə. Noyabrda atmışam əslində, müəllimlər deyir ki, girmək olmur. Yaxşı. Dediyim kimi, davam edək. Yəni, təhsil səviyyəsində bir neçə ilin təlim nəticəsidir. Məzmun xətti nədir? Məzmun xəttləri üzrə təlim nəticəsi. Məsələn, dinləyib anlamı ilə oxuyu əlaqələndirirsən. Nə bilim, yazı ilə dil qaydaları, dinləmə ilə danışmanı əlbəttə ki, hər kəsənin öz fənninə uyğun olaraq. Sonra gəlir sinfin sonu üçün təlim nəticəsi. Bax, bu sinfin sonu üçün təlim nəticəsinə mötərizədə illik planlaşdırma, perspektiv planlaşdırma yaza bilərsən. Yəni, bir il üçün şagirdlərin əldə etdiyi bilik bacarıq. İllik təlim nəticəsi. Bu sinfin sonundadır. Bir də var, dərsin sonu üçün təlim nəticəsi. Dərsin sonu üçün nədir? 45 dəqiqəni əhatə edir. Bir 45 dəqiqə ərzində nə keçəcəksən? Və əlbəttə ki, sən bu təlim nəticəsini qeyd edərkən əvvəlcədən şagirdə bildirirsən ki, sən bugün nə keçəcəksən? Ona görə deyirik ki, təlim nəticəsi əvvəlcədən şagirdlərə bildirilir. Üstə gəl təlim nəticəsi lövhədə qeyd olunmalıdır və şagirdin sonda əldə etdiyi bilik bacarığın məcmusudur. Bax, sən buna dərsin sonu üçün təlim nəticəsi deyə bilərsən. Bura qədəri düşünürəm ki, aydındır. Yəni, sən təlim nəticəsi anlayışı ilə tanış olursan. Bir var ümumi təlim nəticəsi, bir də sən onu böldün, belə deyim də, yaxşı, bölmüsən, növlərinə sanki deyirsən. Ən vacibləri nəyi yadımda saxlayım deyirsən? Deyirəm ki, sinfin sonu üçün təlim nəticəsi 1 illikdir.
Dərsin sonu üçün təlim nəticəsi isə 1:45 dəqiqədir. Və bu mövzuda əsas faktorlar olan bir neçə başqa terminlərdən də danışaq ki, məzmun xətti anlayışı var. Məzmun xətti. Əsas standart anlayışı var. Bir də dedik ki, alt standart anlayışı var. Gəlin görə bu terminlər bizə nə deyəcək? Birinci məzmun xəttindən başlayaq. Məzmun xətti hər zaman bil ki, birinci yerdə duran rəqəm ifadə edir. Bunu özün üçün qeyd edə bilərsən. Məzmun xətti ana xəttir, leytmotivdir. Ümumiyyətlə, bir cümlənin daxilində məzmun xəttini hansı formada görsən ki, dəyişir, genişlənir, denən yalan deyir. Məzmun xətti fənnə görə dəyişə bilər, amma bir fənn daxilində məzmun xətti dəyişməyəcək. Çünki ana xəttir, leytmotivdir, məzmunun əsas zəruri hissəsidir. Məsələn, mən ibtidai sinif müəlliməsiyəm, jurnala 4:1:1 standartını yazıram. Bil ki, bu 4 birinci yerdə duran rəqəm məzmun xəttini ifadə edir. Və hər bir müəllim öz məzmun xəttini gözüyumulu şəkildə əzbər bilməlidir. Məsələn, mən riyaziyyatdan əgər danışıramsa, 3 ilə başlayan kod yazıramsa, bilməliyəm bu həndəsədir. Mənə bir dənə bu məzmun xəttini bilsəm kifayət edir, çünki o standartlar onsuz o məzmun xəttinə görə qruplaşır. Birinci yerdə duran rəqəmimiz hər zaman məzmun xəttini ifadə edir. Məzmun xətti ana xəttir, leytmotivdir. Fənn daxilində dəyişməyəcək, fənnə görə dəyişəcək. Necə? Əlbəttə ki, biz deyirik ki, məzmun xətti ana xəttir, leytmotivdir. Hər fənnin özünə məxsus bacarıqlar formalaşdırır. Məsələn, mən əgər həndəsəni reallaşdırıramsa, həndəsi fiqurlar haqqında bacarıq formalaşacaq. Mən dil qaydalarından uşaqlara danışacamsa, nə bilim, Azərbaycan dilinin qrammatikası haqqında uşaqlar məlumatlanacaq. Bu, əlbəttə ki, aydın məsələdir. Və birinci yerdə durdu hər zaman məzmun xətti. Heç zaman dəyişməyəcək və hərənin öz məzmun xəttini də gözüyumulu şəkildə əzbərləməlisən. Məsələn, mən ingilis dilində əgər müəllimiyəmsə, 4 ilə başlayan məzmun xətti yazıramsa, kod yazıramsa, bilməliyəm ki, burada yazıdan söhbət gedir. Azərbaycan diliyəmsə, nə bilim, dil qaydalarından və s. Məzmun xəttinin rolu nədir? İstiqamət verib yol göstərəndir. Məzmunun əsas zəruri hissəsidir və dəyişməzdir. Bu qədərin bil, sənə kifayətdir. İkinci məqam isə gəlir əsas standart. Əsas standartda nədir? Bu məzmun xəttini ifadə edir. Bir-birini açıqlayır bunlar. Əsas standartda bölmədir. Burada nəyi bilməyim lazımdır? Onu bilim ki, əsas standart bölmədir. 1:45 dəqiqə ərzində reallaşmır. Çünki o bölmədə bir neçə mövzu öz əksini tapır. Və mən bölmə daxilində olan mövzuları reallaşdırmalıyam. Dəyişir, dəyişmir nöqteyi nəzərdən yanaşdıqda isə xoş gördük. Bu bölmə əsas standart. Əsasən dəyişməzdir, amma bəzən dəyişə bilər. Nə zaman daha çox bacarıq formalaşmağa ehtiyac olarsa, əsas standart dəyişər. Və yaxud da ki, uşaqlarda öyrənmə çətinliyi var, standartlar sadələşər. Bax, bu nöqteyi nəzərdən əsas standart dəyişə bilər. Həm çətinləşə bilər, həm də sadələşdirilmiş versiyasında sənə təqdim edə bilərlər. Ona görə də bu əsas standart hissəsinə diqqət yetirmək lazımdır. İşi nədir? Bölmədir. Ən son rəqəmləri alt standart, sonuncu. Bu mövzuda, belə deyim də, daha çox ağırlıq düşüb alt standartın üstünə və ən vacib işi o görür. Nədir alt standart? Mənim konkret olaraq gördüyüm işdir. Mənim reallaşdırdığım dərsimdir. Alt standart artıq mənim dəqiq ünvanımda görəcəyim işdir. Təhsil alanların bilik bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni, loru dildə. Bu gəlib 4:1:1 standartını yazıram mən. Konkret net bu, bax, sonuncu rəqəm mənə deyir ki,
sən bugün nə keçəcəksən və necə keçəcəksən. Bunların rolu nədən ibarətdir deyirsən? Deyirəm, bunlar bir-birini ifadə edir, zəncirvari şəkildə əlaqəlidir və bu mövzunun hardan gəldiyini deyir. Məsələn, əgər mən Azərbaycan dili dərsində 4-1-1 standartını yazıramsa, sonuncu yerdə durub ahəng qanunu. Bu günləri ahəng qanunu mənim mövzumdur. Məqsədim ahəng qanunu mənimsətməkdir. Amma ahəng qanunu mövzumdur. Alt standartında öz əksini tapdı. Ahəng qanunu fonetika bölməsinin dil qaydasının da məzmun xəttinə aiddir. İndi gəl özümüz nəticəyə gələk görək. Bu alt standartın əsas vəzifəsi nədir? Konkret mənim gördüyüm işdir. Bax, dil qaydası. Ümumi məlumatdır. Fonetika əsas standartım. Burada da dəqiq bilmirəm nə edəcəm. Amma ahəng qanunu konkret mənim gördüyüm işə məni aparır, istiqamətləndirir. Və mən bu ahəng qanununa əsaslanıb dərsimi keçəcəm. Elə mənim belə deyim də ən vacib addımlarım da bundan sonra başlayır. Çünki alt standart icazə verir ki, mən 45 dəqiqə ərzində nəyi necə reallaşdırım. Mən alt standartı əsasən iş üsulumu seçirəm, iş formamı seçirəm, üsullardan, inteqrasiyadan elə alt standarta görə istifadə edirəm. Yəni, məqsədim, keçəcəyim dərsim mənə icazə verir ki, 1:45 dəqiqə ərzində nəyi necə reallaşdırım. Alt standartın funksiyaları var. Təlim məqsədlərini dəqiq müəyyən etməyə şərait yaradır. Təlim strategiyalarından düzgün istifadə etməyə xidmət edir. Təlimin davamlı şəkildə məzmun etibarilə genişlənməsinə istiqamətləndirir və olmazsa olmaz inteqrasiyanı həyata keçirdir. Bu nə deməkdir? Yəni, sən 1:45 dəqiqə ərzində dərsini keçirsən. Sənin əlindəki o mövzun, bugünkü mövzun nədir? Məsələn, ismin yərikalı, nə bilim, vurma, toplama, yerdəyişmə qanunu, istədiyin bir mövzu öz fənnindən əlaqələndirə bilərsən. Xovlu xalçalar, hansısa şairin həyatı. Bax, o mövzu, 45 dəqiqədə keçəcəyi mövzu gəlir, dayanır bu alt standartda. Burada. Bunların işi nədir? Bu mövzunun hardan gələcəyini sənə göstərir, istiqamət verir. Əsas məqam nəyin üzərində dayanır? Alt standart. Yəni, sən 45 dəqiqə ərzində nəyi reallaşdıracaqsan, ona diqqət yetirirsən. Bu alt standart icazə verir ki, dəqiq müəyyən edəsən təlim nəticə. Alt standart icazə verir ki, düzgün strategiyadan istifadə edəsən. Çünki, bax, bu gün mövzu mənə icazə verir ki, mən lövhədə yazım, pozum. Mövzu icazə verməsə, yazmağa ehtiyac olmasa, təkcə danışaram, yazmaram. Deyir, davamlı məzmun etibarilə genişlənir. Biz ildən ilə getdikcə eyni mövzuları fərqli genişlikdə qarşı tərəfə çatdıra bilirik. Məsələn, Azərbaycan dilindən ismi 5-ci sinifində uşaqları keçir, 8-ci sinifində uşaqları. Deyə bilərik, hamısı eyni səviyyədə keçir. Əlbəttə ki, xeyr. Davamlı məzmun etibarilə genişlənir. Yəni, ildən ilə keçdikcə uşaqlar sinif atladıqca verilən məzmunlar daim genişlənir. Hərə öz sinifin potensialına uyğun olaraq dərsi keçir. Bax, bu da alt standartda öz əksini tapır. Bir də məzmun standart anlayışı var. Bax, bir məzmun xətti deyirəm. Məzmun xətti. Bir də məzmun standartı. Standart deyirəm, ha. Qulaq asın, soruşacağım. Məzmun xətti birinci yerdə duran rəqəmdir. Əsas standart bölmədir. Alt standartda keçdiyim dərsimdir, məqsədimdir və bu üçü bir yerdə məzmun standartı adlanır. Məzmun standartı. Deyir ki, standartların reallaşması qiymətləndirmənin həyata keçirilməsinə şərait yaradır.
Sən gərək jurnala bu standartları yazasan. Bu standartı yazsam da belə, nəticədə mənim işim bu son mövzunu keçib dərsi reallaşdırmaqdır. Üçün ona görə yazıram ki, bu mövzunun hardan gəldiyini bilirəm. Və bu standartları da gərək mən reallaşdıram ki, sonda uşağın qiymətləndirməsini həyata keçirdim. Biz sizinlə bir-bir mövzuları keçirik. Onlar da hansısa müxtəlif standartlarda öz əksini tapır, düzdür? Mən bu mövzuları keçib sizə təhvil verməsəm, sonda gedib biz qiymətləndirməni həyata keçirdə bilmərik. Belə də başa düşə bilərsən özün üçün. Məzmun standartı ilə məzmun xəttinin fərqi nədir? Məzmun xətti elə özü məzmun standartının içərisində yer alır. Amma desəm ki, məzmun standartında neçə dənə standart var? Xəttin demirəm, desəm ki, məzmun xətti də məzmun standartına daxildir, deyəcəksən əlbəttə ki. Amma desəm ki, məzmun standartının içərisində neçə standart var? Əlbəttə deyəcəksən, əsas standart, alt standart. Məzmun xəttinə ana xəttir, leytmotivdir, məzmunun əsas zəruri hissəsidir deyəcəksən. Məzmun standartına isə, təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir deyəcəksən. Və üstəgəl qiymətləndirmənin reallaşmasına xidmət edir deyə bilərsən. Və sən bu tərifi əsas standartda da, alt standartda da deyə bilərsən. Çünki nəticə etibarilə məzmun standartının təxirində həm əsas standart var, həm də alt standart var. Hansı daha önəmlidir? Daha çox hansının üzərində deyirsən, deyirəm ki, daha çox alt standarta diqqət yetir. Yəni, bax, bu üçü bir yerdə, bir də deyirəm, məzmun standartı adlanır. Yəni, biz bu 3 dənə kodları yazırıq jurnallara. Onları reallaşdırırıq, düzdür? Onun içərisində məzmun xətti də var, əsas standart da var, alt standart da. Net olaraq sənin standart reallaşdırdığın dəqiq, konkret alt standartdır. Məqsədündür. Desəm ki, məzmun standartı neçə standartdan ibarətdir? Deyəcəksən əlbəttə ki, əsas, alt. Desəm ki, məzmun standartında məzmun xətti var, deyəcəksən var, bəli. Yəni, burada ən əsas məqam, vacib nüans gəlir dayanır. Harada? Əlbəttə ki, alt standartın üzərində. Çünki alt standart sənin bir akademik 45 dəqiqə ərzində dəqiq gördüyün işdir. Və alt standartın ən vacib funksiyalarından biri də nədir? İnteqrasiyadır, baş bəlası olmazsa olmaz. Və inteqrasiyadan danışarkən nəyə diqqət yetir? Öncəliklə bil ki, 3 növü var. Fən daxili, fənlər arası, fən üstü. Fən daxili inteqrasiya diqqətli ol. Özü 2 yerə bölünür. Şaquli, bir də üfüqi. Əgər ki, sən bir 45 dəqiqə ərzində mövzunu keçərkən keçdiyin mövzuları digər siniflərlə əlaqələndirirsənsə, sən ona şaquli deyəcəksən. Digər siniflərlə əlaqələndirirsənsə, şaquli deyəcəksən. Hər hələ dərs əsnasında götürdüyün, reallaşdırdığın dərsi sən fən daxili deməyəcəksən. Müəllim sinifdə dərs keçirdə, canı sağ olsun, nə gözəl. Sənə o ipucun verməsə, sən fən daxilini götürməyəcəksən. Yaxşı, deyirsən ki, mən o fən daxilini necə götürüm, hardan bilim? Deyirəm ki, əgər müəllim dərsi keçərkən tədris etdiyi mövzunu keçilən mövzuya istinad edərək keçdisə, istinad etdisə, sən istinad edir sözün gördün. İstisnasız denən burada şaquli inteqrasiyadır, fən daxili.
və yaxud da keçilən siniflərə, ötən illəri də keçdiklərini yadına saldısa, yenə də deyəcəksən Şaqulidir. Siniflər üzrə əlaqələnmədirsə, siniflər üzrə bir fən daxilində yenə də deyəcəksən Şaqulidir. Məsələn, bu günləri mən uşaqlara, nə bilim, vurmanın vuruq hasil xassiyəsini danışırım, vurma cədvəlinə istinad edirəm. Neynədim? Şaqulidən istifadə etdim. Hardan bildin? Deyirəm ki, yəni vurma cədvəlin yadına salıram. Bugünlər əgər vurmanın xassəsindən danışıramsa mən, demək ki, vurma cədvəlin keçmişəm də aşağı sinifdə. Keçdiyimə əsaslanıb ona görə vurmanı yadına salıram. O zaman olacaq nə? Şaquli inteqrasiya. Siniflər üzrə əlaqələndirmədir. Mən buna Şaquli deyəcəm könül rahatlığı ilə, sən də deyə bilərsən ki, çətinliyin olmasın. Daha sonra gəlirəm ən aktual məqam fəndaxili üfüqiyə. Bax, fəndaxili üfüqi odur ki, məzmun xətləri arasında əlaqədir. Məzmun xətləri arasında əlaqədir. Amma yenə də hər bir 45 dəqiqə içərisində olan fəaliyyəti sən fəndaxili üfüqiyə görməyəcəksən, deməyəcəksən. Nə zaman deyə bilərsən? Bir dənə açar məqamı qeyd elə özü üçün. Bax, bu iş, bu situasiyada, bu yanaşma hər zaman doğruluğunu göstərəcək, səni yanıltmayacaq. 1-45 dəqiqə ərzində müəllim şagirdlərə 2 iş görmələrini tapşırır. Necə? Məsələn, müəllim mətni oxutdurdu. Deyir, uşaqlar, mətni oxudunuz, yadınızda qalan haqqında esse yazın. Dinlədi, esse yazdı. Dinlədi, fikir mübadiləsi apardı. Yəni, məzmun xətləri arasında əlaqələndirdi. Məsələn, mən bu günləri durğu işarəsi vergüldən danışdım. Bu oldu dil qaydaları. Sonra bir də deyirəm, uşaqlar, qısa mətn yazın, orada durğu işarələrindən istifadə edin. Neynədim? Yazı ilə də əlaqələndirdim. Mən mətn dinlətdim uşaqlara, dinlədilər. Dedim ki, yadınızda qalanı danışın. Yenə danışımı ilə əlaqələndirdim. Görürsən, üfüqi inteqrasiya 2 məzmun xətti arasında olan işdir. Mütləq situasiyada verəcək. Sənə yol göstərib istiqamətləndirəcək. Bu oldu fəndaxili. Yəni fəndaxilidə, fənnin daxilində sən işi görürsən. Orada nə həyata getməmsən, nə də digər fənnə qonşu getməmsən. Fən daxili inteqrasiyada ya şaqulidir, mütləq əgər şaqulidirsə istinad edir sözün görəcəksən. Mütləq əgər şaqulidirsə siniflər sözün görəcəksən. Sinifdən sinifə buna diqqət yetirəcəksən. Əgər ki üfüqidirsə məzmun xətti üzrə əlaqələdir. Üfüqi inteqrasiya nədir? Məzmun xətləri üzrə. Yəni sən şagirdə mətni dinlədəcəksən, qulaq asacaq, yadında qalanı yazacaq. Dinləmə, yazma. Daha sonra sən dil qaydalarından danışacaqsan, dil qaydalarından danışarkən onu sən yazı ilə əlaqələndirəcəksən. Yəni qısacası bir akademik 45 dəqiqə ərzində sən şagirdə 2 dənə iş gördürəcəksən. Qulaq asın, yazın. Başa düşdünüz, qeydlər üzü götürün. Nə bilim, dinlədin, danış. Bu kimi nüanslar. Sonra gəlir fənlər arası. Fənlər arasıdırsa, buyurun, 2 fən arasındadır. Bax, diqqətli ol. Məsələn, situasiyada söz keçir. Atmosfer deyə bilər, təzyiqin hesablanması deyə bilər. Burada sən atmosferi coğrafiyada görə bilərsən. Təzyiqi də elə, nə bilim, coğrafiyada da, fizikada da. Mütləq şəkildə, bax, sertifikatlaşdırma prosesi İnşallah ki, hər bir kəsin uğurlu olsun, həm fiziklər, coğrafiyacılar, daha çox fənlər arası inteqrasiyadan şübhələnə bilərsiniz. Ki, burada bir neçə fənnin əlaqələndirməsinin ola bilər. Məsələn, coğrafiyanı daha çox biologiya ilə, torpaqla, bitkiləri,
dediyim kimi fizikanı riyaziyyatla, orada miqyas, coğrafiyanın özündə miqyas hesablama var. Ona ilə riyaziyyatla əlaqələndirirlər. Yəni bir neçə fənnin əlaqələnməsini görürsənsə orada açar məqamları, deyəcəksən ki, burada söhbət fənlər arası inteqrasiyadan gedir və bir dənə situasiyada 2 dənə inteqrasiyanı görə bilərsən, hətta 3 dənə inteqrasiya da ola bilər. Sən variantlar arasında müəyyən edəcəksən ki, bunu tapmaqda çətinlik çəkməyəsən. Sonra gəlir fənnüstü inteqrasiya. Fənnüstü artıq nədir? Şagirdin öyrəndiyinin həyatla əlaqələndirməsi. Və burada bir dənə yenə də qabardıram. Hər həyat sözünü fənnüstü götürməyəcəksən. Hər evə tapşırığı fənnüstü deməyəcəksən. Elə situasiya olar ki, müəllim sinifdə fənnüstü inteqrasiyadan istifadə edər. Məsələn, gəl indi bir-iki dənə nümunəyə baxaq. Bax, fənnüstü inteqrasiyanı o zaman yalnız fənnüstü götürəcəksən ki, sənə heç bir mövzu dərs əsnasında keçmirəm. Dərs əsnasında keçmədiyim bir mövzuda sənə bir dənə həyatdan nümunə gətirirəm ki, məsələn, nəsə qonaqlıqdır, bu qonaqlığın xərcini hesablamaq lazımdır. Sən demə ki, hesablayırsan, riyazi bacarığın var, əla. Amma de ki, o mövzunu müəllim keçməyib mənə həyatla əlaqələndirir. Məsələn, mən həyat bilgisi dərsində gigiyenik qaydalardan danışıb, onu hansı gigiyenik qaydalardan istifadə edirsən? Deyirəmsə, təkcə fənnüstü deyəcəm, çünki bunun ikinci fəndən əlaqələndirmirəm. Amma mən məsələn mövzu keçmədən sadəcə olaraq deyirəm ki, uşaqlar qonaqlığa görəsən nə qədər xərcimiz çıxar, biz piknik eləyək, qonaqlıq eləyək də, xərcimiz nə qədər olacaq, onu hesablayaq. Mən bunun hesablamasını görüb riyaziyyatı onun böyrünə qoşmayacağım. Çünki mən hansı fəndə bu mövzunu dediyimi demirəm axı. Sadəcə bir dənə həyatdan nümunə gətirirəm. Məsələn, evdə bayramdır, qonaqlıqdır, sən nə edirsən? Çox sağ ol, Nəzim. Qonaqlıqda süfrə açmaq üçün hesablayırsan. Bəyəm, sənin orada riyazi bacarığın var, razıyam mən səndən. Ancaq müəllim hansısa bir mövzunun əsnasında onu demir axı. Sadəcə həyatdan bir dənə nümunə gətirir, bitdi, getdi. Və hər həyat sözündə görüb, sən fənnüstü götürməyəcəksən. Məsələn, deyir ki, müəllim dərs zamanı şagirdlərə həyatla bağlı bir dənə mətn yazmalarını, o mətni də sonra danışmalarını tapşırır. Burada inteqrasiyanın yazın görüm hansı növ olacaq. Müəllim həyatdan bir dənə mövzu adı deyir, uşaqlara deyir ki, mövzunu yazın, sonra yazdığınızı dilə gətirin, ifadə edin. Əlbəttə ki, fən daxili üfüq olacaq. Sən buradakı həyat sözünə aldanıb fənnüstüyə getmə. Çünki mövzunu keçib həyatdan bir dənə nümunə gətirmədisə, sadəcə olaraq deyir ki, həyatla bağlı bir dənə mətn yaz, nə bilim, hekayə yaz, yazdığı da danış mənə. Amma bu günləri mən riyaziyyat dərsində, bəli, riyaziyyat dərsində keçirəm silindri, prizmanı, deyirəm uşaqlar, silindrə, prizmaya oxşayan hansı əşyaların adını qeyd edə bilərsən? Və yaxud da deyirəm, ged evdə o əşyaların adını qeyd elə. Burada nə olacaq? Təkcə fənnüstü olacaq. Amma deyirəm ki, ged evdə həmin əşyaları düzəldi gətir, o zaman fənlər arası və fənnüstü olacaqdır. Bax, yenə də toxunuram. Hər bir müəllimin və çox müəllimin yaralı yeri inteqrasiyadır. Və 100% əmin ol ki, sabah gedib bu monitorda bir dənə inteqrasiya ilə bağlı sualın olacaq. Daha çox da bu fənlər arası fənnüstü sözü oynayır hər zaman. Bil ki, əgər müəllim heç bir mövzunun əlaqələndirməsi olmadan, heç bir mövzunu keçmədən, təkcə bir dənə həyati situasiya gətirirsə, yalnız fənnüstüdür. Müəllim mövzunu keçir. Həmin mövzunu keçərkən həyatla əlaqələndirirsə fənnüstüdür. Müəllim mövzunu keçir, həyatdan ona nəyisə düzəltməyə tapşırırsa fənlər arası fənnüstüdür. Bax, buna diqqət yetirmək lazımdır.
Və bir dənə aktual situasiya və mən inteqrasiyanı keçəndə müəllimlərim təsdiqləyər ki, bunu demişəm. Hətta PDF-in içərisində də salmışam. Nazirlik gəldi, bunu nümunə suallarında da verdi. Keçən il də düşmüşdü imtahana, bu gün də düşə bilər, bu il də düşə bilər. Müəllim dərs zamanı şagirdlərə problemli situasiya verir, həyatla bağlı problemli situasiya verir deyər. Ümumiyyətlə, problemli situasiya sözün gördün, avtomatik, heç belə variantları təhlil edib beynini yorma. Denən həm fənlər arasıdır, həm də fənin üstüdür. Niyə görə? Çünki sən hər hansısa bir problemli vəziyyətlə rastlaşarkən nə edəcəksən? Həyatdan götürəcəksən. Həyatla əlaqələndirəcəksən. Ona görə həm fənlər arası, həm də fənin üstü götürə bilərsən. Yəni, inteqrasiya hər zaman aktuallığını qoruyub saxlayır. Bəli, layihə sözün gördünsə, hər zaman fənin üstün var. Bəli, əgər variantda fənlər arası fənin üstü varsa da götürə bilərsən. Çünki layihədə də geniş anlayışdır. Layihə bir akademik 45 dəqiqəyə həyata keçirilən bir məqam deyil. Əgər layihə işin verib sənə təkcə variantlarda fənin üstü varsa, A-da fənin üstüdür, B-də fənlər arasıdır, sən fənin üstünü götürəcəksən. Yox, əgər variantda həm fənlər arası, həm fənin üstü ayrı, fənlər arası da ayrı varsa, fənlər arası və fənin üstünü bir yerdə götürə bilərsən ki, bu incə məqamlara diqqət yetirmək çox önəmlidir. Niyə görə? Çünki layihə işi kökündə yaradıcılıq istəyir. Layihə işi bir neçə fənnin əlaqələndirməsini istəyir. Bu da inteqrasiyanın özündə əks etdirir. Yox, çox zaman fənlər üstüdür layihə işi. Verir fənin üstünü, çox zaman yox, hər zaman deyərəm. Çünki mümkün deyil də verməsin. Bax, yenə bir daha inteqrasiyanı ümumiləşdirirəm. Düşünürəm ki, bir daha da olsa biliklərinizi möhkəmləndirdiniz, bəlkə təzələdiniz. Əgərləri sən fəndaxili inteqrasiyadan şübhələnirsənsə, bir dənə situasiyaya göz gəzdirirsən. Müəllim şagirdə mövzu verdi, əla. Mövzunu uşaq danışdı, qeydlərini götürdü. Denən burada fəndaxili üfüqüdür. Müəllim şagirdə mövzunu keçdi. Siniflər üzrə əlaqələndirməsini etdi. Siniflər üzrə keçdiyinə istinad etdisə, buna da əlbəttə ki, şaguli deyəcəksən, bu da getdi. Əgər ki, müəllim mövzunu keçərkən iki fənn üzrə əlaqələndirməsini həyata keçirdəcəksə, iki fənn üzrə, buna fənlər arası olacaq. Yox, əgər həyatla əlaqələndirir, həyatdan nümunə gətirirsə, fənn üstüdür. Amma hər həyat sözün görüb, hər sinifdə görülən tapşırığı aldanıb digər növlərə getmə. Həyat sözün sənə elə deyər ki, sən onu fəndaxili üfüqü götürərsən. Həyat sözün sənə elə deyər ki, onu fənn üstüdə götürə bilərsən. Ona görə verilən situasiyanın məzmununa diqqət yatırmaq lazımdır. Yalnız fənlər arası necə olacaq? Deyirəm ki, müəllim riyaziyyat dərsində şagirdlərə dördbucaqlar ailəsinə daxil olan kvadrat, prizma, paralelipipedi keçdi. Dedi ki, ay uşaqlar, dəftərinizin kənarında bunların şəkillərini də çəkin. Neynədir riyaziyyat dərsində? Qonaq getdi təsviri incəsənətə. Yalnız fənlər arasıdır. Başqa bir nəysə görürəm, görmürəm ki. Deyərsən ki, 1:45 dəqiqə ərzində 2 işi gördü. Deyirəm ki, riyaziyyatda şəkil çəkdirdi də. Cəmiyyət sözü fənnin üstüdür? Yox, buna deyə bilmərsən. Evdə araşdırma edib, bəli, nəyisə hazırlamağı göstərdisə, dedi ki, bu günləri mən evdə dərsimiz zamanı dördbucaqlar ailəsindən danışdıq. Kvadrat, paralelipiped, prizma. Evdə onun düzəldib gətirin. Əlbəttə ki, həm fənlər arası, həm fənnin üstüdür. Düzəldib gətirəcəksənsə, həm fənlər arası və həm fənnin üstüdür deyə bilərsən. Burada da diqqət yetirəcəyiniz yenə əsas açar məqamlardan, bəli, evə araşdırma tapşırıq verirsə fənn üstüdür.
hər hansısa bir nəyisə icra eləyib evdə gətirməyini tapşıracaqsa fənlər arası və fənn üstüdür. Çünki fənlər arası və fənn üstü ona görə çox zaman olur ki, kökü yaradıcılığa dayanır. Məsələn, müəllim bu günləri ədəbiyyat dərsində Şah İsmayıl Xətainin Dəhnamə əsərini danışarkən tarixi şəxsiyyətlərə istinad edir. Bax, o tarixi şəxsiyyət sözü səni aparır tarixi ədəbiyyat dərsində. Fənlər arası götürə bilərsən. Yalnız fənn üstünə dedim də bayaqları, bir daha da deyim. Deyirəm ki, bu günləri müəllim şagirdlərə həyat bilgisi dərsində gigiyenik qaydalar haqqında danışır və uşaqlara deyir, uşaqlar, siz hansı gigiyenik qaydalara riayət edirsiniz? Hansı qaydalara riayət edirsiniz? Uşaq da deyəcək, nə bilim, dişimi fırçalayıram, saçımı yuyuram, saçımı darayıram, nə bilim, yerimi səliqəyə salıram. Bu nədir? Yalnız fənn üstüdür. Ümumiləşdirsəm, indi suallarınızın hamısını cavablandıracağım, narahat olmayın. Çəkmək, rəngləmək təsvir incəsənətə də aid edə bilərik axı. Çəkib rəngləməyi Nigar müəllimə təsvir incəsənətə də aid edə bilər. Məsələn, rəngləmək, çəkmək, bunlar hamısı təsvir incəsənətlə də əlaqələndirmək olar. Yəni, əgər fəndaxil inteqrasiyadan danışarkən mən 1:45 dəqiqə ərzində həm şaquli, həm də ki, üfüqi inteqrasiyadan danışıramsa, şaquli siniflər arasındadır, üfüqi məzmun xətlər arasındadır. Fənlər arası isə iki fəndə açıq-aşkarına görsənir. Fənn üstü isə bilavasitə nədir? Şagirdin həyatla mövzunun əlaqələnməsidir. Bax, bu günləri mən elə mövzunu keçirəm, gəl özümüzdən götürək. Deyirsiniz ki, müəllimə, planlaşdırmaya keçərkən, məsələn, planlaşdırma mövzunu keçiririk mən sizə. Planlaşdırma mövzusunu keçərkən deyirəm ki, bax, deyin mənə görüm, evdə marketə falan gedərkən işinizi planlı tutursunuz, yoxsa plansız? Bu nədir? Fənn üstüdür. Yəni, mən mövzunu elə tərzdə qarşı tərəfə ötürürəm, aşılayıram ki, həmin o mövzu həyatda hansı hadisi ilə eynidir, mən onu həyatda nə ilə əlaqələndirə bilərəm? Onu başa düşüb dərk edirəm, fənn üstüdür. Çünki biz inteqrasiyanı kurikulumun prinsipində də inteqrativlik olaraq keçdik və üstünə də qeyd etdik ki, inteqrativlik əlaqələndirmədir, mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaradır və bu da bilavasitə bəli deyə bilərsən. Və bu da bilavasitə şagirdin öyrədici xarakter daşır. Niyə görə biz inteqrasiyadan istifadə edirik? Mövzu daha yaxşı öyrədici olsun deyə. Deyirsiniz, ay müəllimə, öz fənnimlə əlaqələndir. Mən bunu necə başa düşüm? Ümumiyyətlə, bu mövzu nə deməkdir? Deyirəm ki, bir dəqiqə icazə ver, mən səni öz mövzunla əlaqələndirirəm. Bax, bu nədir? İnteqrasiyadır. Elə biz özümüz belə inteqrasiyadan istifadə edirik. Nə üçün? Daha yaxşı öyrədici, dərk edilən, başa düşülən olması üçün. Ümid edirəm ki, yəni inteqrasiyanın